TikTok pozğunluğu təbliğ eləyir. Bu sözü Nadir Qafarzadə deyib. Gündəm xəbərin efirində 20 dekabr tarixli və bir məlumat diqqətinizə çatdıracağıq. Belə ki, sosial şəbəkənin nə yaxşı tərəfi var? Hansı müasirlikdən danışırsınız? Müasirlik TikTokda sosial şəbəkədə pozğunluğu təbliğ etmək deyil. TikTok pozğunluqdur. Bunu müasirliklə əlaqələndirməyin. Gündəm xəbər axşam azı istinada məlumat verir ki, bu sözləri müğənni Nadir Qafarzadə Günə Uğurla verilişində deyib. Sənətçi sosial şəbəkələri tərbiyəsizlik adlandırıb. O qeyd edib ki, mahnıya qulaq asan yoxdur. Mahnı qoymuşam, 7000 baxış gəlib. Nəvəmlə foto qoymuşam, 2 milyon baxılıb. Sənət lazımdır. Biri çıxıb buna stop deməlidir. TikTok tərbiyəsizlərini xalqın gözünə soxursuz və tanıdırsız deyə Nadir Qafarzadə proqramda belə bir açıqlama verib. Belə ki, qeyd eləyək ki, son zamanlarda sosial medialarda məhz bu cür hallarla qarşı bəlli bir lazımi qanuni addımlar da atılır və gərəkli olan addımlar da aidiyyatı qurumlar tərəfindən atılacaq.